Yəni 18 nəfərini itirib bu insan, özü də əsir geyəcək. Həzrət Zeynəbdən bir dənə misal çəkirəm düzü. Yəni bu adam gözünün qabağında yaxınlarını itirir və bir an sonra özü əsir geyəcək. Amma deyim, mən gözəllikdən başqa bir şey görmədim. Mən zalimların zülmünün gözəl olmasına söhbət açmıram. Orada məsələyə iki dənə rakursdan baxmaq olar. Bir zalimin zülmü, bir də bu tərəfin imtihanı. Bu aşiqlərin imtihanının gözəl cəhətlərini görür. Nəinki mən o tərəfi deyirəm ki, o tərəf gözəllikdir, o tərəf zülmdür, pislikdir. Orada gözəllik yoxdur ki. Məsələnin bu üzündə. Bunlar necə imtihandan çıxır, necə ünsiyyət quru bilir. Ya məsələn, mən Həzrət İmam Hüseyin haqqında ki, oxudum bunu ki, sən səid yaşayıb şəhid bu dünyadan köçdün. Xoşbəxt yaşadın və şəhid kimi də bu dünyadan köçdün, getdin.